Bu foto 2007-ci ilin sentyabrında çəkilib. O zaman 20 yaşlı Lionel Messi Barselonanın xeyriyyə fotosessiyasında iştirak edirdi. Fotoların dərc olunacağı təqvimin satışından əldə olunacaq gəlirlər UNICEF-in və klubun sosial layihələrinə yönəldilmək üçün nəzərdə tutulmuşdu. Fotosessiya zamanı Argentinalı futbolçudan bir körpə ilə şəkil çəkdirməsi və onu çimdirməyə kömək etməsini xahiş edirlər. Fotoqraf Joan Manfortunun xatirələrinə görə Messi uşağı necə düzgün tutacağını bilmədiyi üçün biraz çaşqınlıq yaşayıb, lakin körpə sakit durub və hətta Messiyə gülümsüyüb. Həmin körpə İspaniya futbolunun gələcək vunderkindi Lamine Yamal idi. Yamalın ailəsi xeyriyyə təşkilatları ilə əməkdaşlıq edənlər arasında keçirilən lotereya sayəsində bu fotosessiyaya qatılmaq imkanı qazanmışdı. Onlar Camp Nou stadionuna səfər və Barselonanın oyunçularından biri ilə foto şəkil çəkdirmək şansı əldə etmişdilər. Üstəlik bəxtlərinə kimin düşəcəyini əvvəlcədən bilmirdilər. Messi püşkatma nəticəsində onların şansına çıxmışdı. Şəkillər stadionun soyunub geyinmə otağında çəkilib. Balaca Lamine isə anası ilə birlikdə olub. Təqvim işıq üzü görəndən sonra bu foto şəkillər demək olar ki, hamının yadından çıxmışdı. Hətta fotoqrafın özü də uzun müddət şəkillərindəki körpənin Barselonanın və İspaniya millisinin ulduzu olmasından xəbərsiz idi. Hər şey 2024-cü ilin yayında Lamine'in atasının bu fotonu sosial şəbəkələrdə paylaşması ilə dəyişdi. Şəkil bütün dünyaya yayıldı. Xüsusən də 16 yaşlı Yamalın İspaniyaya titul qazandırmaqda kömək etdiyi Avropa çempionatındakı parlaq çıxışı fonunda. İndi isə bu hekayə yeni bir davam qazanıb. Həmin təsadüfi görüşdən təxminən 19 il sonra Messi və Yamal dünya çempionatının finalında artıq öz milli komandalarının əsas oyunçuları kimi bir-birinə qarşı oynayacaqlar. Həyat qəribə və maraqlıdır.